Santa Fe dizel, yaxınlaş bura, ümumi qulluq olunur. Bu aparatı ilə görürsünüz, tərtəmiz təmizlənib, bax. Motorun çöl hissəsi təmizlənib, içi təmizlənib, hal-hazırda yığılıb və içini göstərəmirəm. Başqa videolarda var, bu da hava sistemidir, bax. Samaları artıq bağlamışıq, içi görsən təmizdir. Saskonkiyə bax, təzə kimi, kollektoru göstər. İndi karovkanın botları, hansı bot boşalır və nə cür sıxılır onu da göstərəcəm sizə. Gətir bura. Səki açarın, gətir tali. Buradakı botlar var, yaxınlaşdı sək buranı. Bu bot boşalır ən çox, bu bırsilər boşalmır. Bu bot boşalır, bunu da çəki ilə normasında sıxandan sonra problem yoxdur. Çəkini də qoyuruq, görsən 4.3 kilo. Ən çox dediyim kimi, bu karovkada bu botlar boşalır. Bunu da bax, kiliyaza da ehtiyacıq. Bununla da karovka boşalandır botları. İndi zapçasları da burada da var. Bu detallarda hamısı yoxlanmalıdır. Bax, bunlarda yeyinti olanda karovka düzgün işləmir. O yağı da gec dəyişəndə buksovka eləyir deyə bunların hamısı yeyintisi gedir filtrin içinə. Ondan sonra karovkanın probkası var, videonun başında göstərilir, çişlər var. Həmən o yeyintilər bunundur. Gəl yaxınlaşıb buranı çək bir dənə. Görsün hamısı qaydasındadır. Çünki qardaş vaxtında gətirib bu işləri gördürür. Bu hamısı yuyuldu, təmizləndi. Orijinal yağ filtrindən dəyişildi, yığılıb üstünə. İşə də 100.000 zəmanət verilir. Bu vaxtında eləmək lazım ki, bəzi karovkalar açığı qapqaradır yağı, içində su qazat var. O vəziyyətə gələndən sonra dəyişilmir yağı.